Bugün burada çox qəribə bir, gözəl bir atmosfer yaşanır. Hələm belə bir ovqat, belə bir ab-hava yaşanmaz. Həqiqətən gözəl musiqi, gözəl hisslər yarada bilir. Və bugün biz o gözəl hisslərin ağuşundayıq və Cahangir Cahangirovun xorunun ifasında gözəl bir qızım əsəri yazılıb. Mən istəyərdim onu indi biz təqdim edək. Cahangir Cahangirov adına xor nəinki Cahangir Cahangirovun əsərlərini, bütün dünya bəstəkarlarının əsərlərini çox böyük ustalıqla, peşəkarlıqla təqdim edir. Bugün xorun ifasında siz o əsərlərdən də eşidirsiniz və eşidəcəksiniz. İndi isə xalq mahnısı qızımı təqdim etmək istəyirəm və çox gözəl bir kompozisiya hazırlanıb. Bura çox gözəl bir qız da təşrif buyuracaq. Sizin üçün qızım mahnısını rəqs edəcək. Buyursun Cahangir Cahangirov adına xor və gözəl qızımız Mehnur Hacıyeva. Buyurun. Kızım sənə başmağalım, kızım sənə paltaralım, gel balam gül balam bizə gəl, gel balam gül balam düzə gəl, gel balam gül balam bizə gəl, gel balam gül balam düzə gəl. Kızım sənə yaylıq alım, kızım sənə corab alım, gel balam gül balam bizə gəl, gel balam gül balam düzə gəl, gel balam gül balam bizə gəl, gel balam gül balam düzə gəl. Kızım sənə köynək alım, kızım sənə ətək alım, gel balam gül balam bizə gəl, gel balam gül balam düzə gəl, gel balam gül balam bizə gəl, gel balam gül balam düzə gəl, gel balam gül balam bizə gəl, gel balam gül balam düzə gəl. Bravo. Təşəkkür edirəm Mehnur sənə. Çox gözəl ifa elədin. Gözəl, şirin qızımız. Çox sağ ol. İnşallah böyüyəndə də gözəl bir rəqqasə olacaqsan. İnşallah. Təşəkkürlər sənə. Alqışlayaq. Çox sağ ol, var olun. Çox gözəl ifadə, çox gözəl xor onu xalq mahnısı olaraq gözəl çatdırdı. Qızımız da çox gözəl rəqs elədi. Mehnur Hacıyeva Azərbaycan Milli Konservatoriyası nəzdində İncəsənət Gimnaziyasının xoreografiya şöbəsinin şagirdidir. Hər bir konsertimizdə də bizə dəstəyidir, şükürlər olsun. Mən qeyd etmək istəyirəm ki, Üzeyir məktəbinin davamçısı olan Cahangir Cahangirov bir sıra əsərlər, xalq mahnıları xor üçün işləyib. Bu, Üzeyir bəyin tövsiyəsi idi ki, əlbəttə ki, xor musiqisi deyəndə Üzeyir bəydən sonra bilavasitə bizim yadımıza Cahangir Cahangirov düşür. Çünki o xor musiqisi üçün böyük töhfələr verib. Və biz də onların davamçıları olaraq istəyirik onların qoyduğu, tövsiyə etdiyi işləri davam edək. Məsələn, Qızım xalq mahnısı xor üçün mən işlədim və düşünürəm ki, hər bir xormeysterin, hər bir bəstəkarın bizim xalq musiqilərimizi xor üçün işləməyi vacibdir. Vacibdir, çünki musiqi mədəniyyətimizin inkişafında böyük rolu olan xor musiqisi, yəni böyük tamaşaçı üçündür. Bu elə bir musiqidir ki, kollektiv şəkildə ifa etmək asan deyildir. Və hər bir musiqiçi, hər bir bəstəkar, hər bir musiqişünas və yaxud da xormeyster yeni işlərlə bizim xalq musiqimizi təbliğ etməlidir. Çox vacib bir. Çox doğrudur.
Və mən istəyirəm ki, indi isə bizim xorumuzda çox gözəl, yüksək səsli ifaçılarımız var, gözəl səsi olan ifaçılarımız var. Zərif gülüşünlə mahnısı o qədər böyük bir musiqi, bir mahnıdır ki, həqiqətən düzgün olmazdı ki, o bugün burada səslənməsin. Və onu bizə ifa edəcək Məmməd İsmail Əliyev, Xəyal Qasımov, Cangir Cangirov adına xorun solistləri. Çox Buyurun. gözəl, buyursunlar. Söyle sevgilim sen tek yar halım, zülfünden tel düzüp çaldım kamanı. Ülker bakışına, hoş yerişine, zarif gülüşüne verem dünyanı. Mahnıdır yelkenim ezelden benim, gel sevey vatenim Azerbaycanı. Ülker bakışına, hoş yerişine, zarif gülüşüne verem dünyanı. Mahnıdır yelkenim ezelden benim, gel sevey vatenim Azerbaycanı. Gel sevey vatenim Azerbaycanı. Nəğmədir ilhamın, yoxdur bir kamın. Ey şair İslamın gözəl cananı. Ülker bakışına, hoş yerişine, zarif gülüşüne verem dünyanı. Mahnıdır yelkenim ezelden benim, gel sevey vatenim Azerbaycanı. Ülker bakışına, hoş yerişine, zarif gülüşüne verem dünyanı. Mahnıdır yelkenim ezelden benim, gel sevey vateni Azerbaycanı. Gel sevey vateni Azerbaycanı. Gel sevey vatenim Azerbaycanı. Təşəkkür edirəm. Çox sağ olun.
Çox qürur sağ olun, vericidir ki, gənclər Cahangir Cahangirovu müraciət edirlər və bu qədər içdən, ürəkdən oxuyursunuz. Mən təşəkkürümü bildirəm. Çox sağ olun. Çox sağ olun. Əslində verilişin bu məqamını istəyirdim ən sonda edim, amma düşündüm ki, yox, artıq dəvət edim. Cahangir Cahangirovun xoruna bir töhfəmiz var, hazırlamışıq. Mən bu yerdə istəyirəm ki, gözəl rəssamımız, istedadlı rəssamımız Vüsalı bura dəvət edim. Buyur Vüsal. Xoş gəldin Vüsal. Vüsal bizim çox qüdrətli, əzəmətli rəssamımızdır. Cahangir Cahangirovun bu qədər gözəl rəsmini çəkib. Çox mükəmməl, çox mükəmməl. Əllərinə sağlıq. Var ol. Əlbəttə, belə bir sənətkar kaş dövründə də görmək istəyərdi bir insan, yəni əsərlərinə baxanda. Mənim üçün də böyük qürur bir hissdir. Və o notlar da əsərindən Cahangir müəllimə aid notlardır. Gözəl bir hissdir, çox sağ olun. Mükəmməl. Təranə xanım, bu sizin üçündür. Əvəzsiz hədiyyədir. Çox sağ olun. Dilarə xanım, həmişə sırf bizlərlə dolusunuz. Var olun. Yenə də kövrəldim. Çox gözəl hədiyyədir. Yəni ki, bu bizim üçün, xor üçün böyük bir xatirədir. Var olun. Təşəkkür edirəm sizə. Çox sağ olun. Sağ olun. Çox sağ ol, əllərinə sağlıq. Vüsal, yaratmısan həqiqətən. Mükəmməldir. Mükəmməl. Çox sağ ol. Təşəkkür edirəm. Həqiqətən mükəmməl işdir və Cahangir Cahangirovun kollektivinə veriləcək özəl bir hədiyyədir. Doğrudan da mükəmməl işlənib. Çox mükəmməl işlənib. Çox təşəkkür edirəm. Dəyməz. Siz həmişə qeyri-adi bir, özünüzə məxsus bir hədiyyə edirsiniz. Mən bu sizə məxsusdur. Təşəkkür edirəm. İcazə verirsinizsə, mən də balaca bir hədiyyəm var, onu sizə təqdim edeyim. Aha, sizə hədiyyəniz var. Çox sağ ol. Ay Can, çox sağ ol əzizim. Ay. Çox sağ ol. Təşəkkür eləyirəm. Ay, çox sağ ol, çox sağ ol. Təşəkkür eləyirəm. Çox sağ ol əzizim. Oxşamaz heç bir şeylə. Var Dilarə olun. xanım, sizə bir xatirə danışım. Hər gün güllü xora gələndə mənə nərgiz gülləri alıb Ay gətirirdi. Can. Baxın, yenə də xatırlatdı mənə. Bəli. Xüsusi nərgiz gülünü də sevirəm. Hər dəfə dərsə gələndə müəllimə bunu siz üçün almışam. Elə Nərgiz gülünün də mövsümüdür indi. Nərgiz gülü tapmadım. Təşəkkür edirəm Güllü. Ay, Çox çox sağ ol. Çox gözəl. dəyərlisən. Özün bilirsən və- istedadın hər barədə.